Azərbaycanda deməli ən çox günəş saatları miqdarı, yəni günəş radiasiyasının miqdarı Naxçıvan dağlığında. Ondan sonra gəlir Araz boyu düzənliklərdə. Sonra gələcək Böyük Qafqazın və Kiçik Qafqazın yüksək dağlığında. Sonra gələcək Kürə Zoralı, Qobustan Abşeronda. Ən az qiymətini salacaq Samur Dəvəçi, Lənkəran Zoralı, Qanı Xəreyçay vadisində. Bunu bilirik. Azərbaycanda yayılan iqlim tipləri yarımsahara quruçuluq iqlimi. İki tipi var. Qışı mülayim keçən, qışı soyuq keçən. Qışı soyuq keçən yarım səhərə quruçuluq Naxçıvan Altan dağlığından yüksək dağlığına doğru böyük bir sahəni əhatə edir. Qışı mülayim keçən yarım səhərə quruçuluq isə Kürə ərazi Samur Dəvəsini Qobustan Abşeronuna əhatə edir. Yaxşı, mülayim isti iqlim tipi, bu da 3 tipə bölünəcək. Yayı quraq keçən mülayim isti. Yayı quraq keçən mülayim isti adı Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqazın cənub-şərqi, Lənkəran ovalı və Talış dağlarında var. Qışı quraq keçən mülayim isti iqlim harada yağış? Qanı Xəreyçay, yine Böyük Qafqazın cənub-şərqi, Kiçik Qafqazın bütün alçaq dağlıq zonalarında yayılır. Soyuq iqlimlər yayılıb. Yayı quraq keçən soyuq iqlim bildiyimiz kimi Naxçıvanda var. Bir də Talış dağlarında var. İstəyir qışı soyuq keçən yarım səhərə quruçuluq olsun. İstəyir yayı quraq keçən soyuq iqlim olsun. Həm Naxçıvanda var, həm də Talışda var.